Mənə bir şeylə görünüb ki, bu nikah institutu qadının yaratdığıdır. Təbii, mən də elə düşünürəm. Və qadın bitəndə, artıq bu nikahı davam etmək istəməyəndə ailə orada dayanır. Doğru. Kişi bir şey yapa bilmir. Əslində elə yaxşı kişini də, yaxşı insanı da, belə kişi xeylağını da böyüdən qadındır da. Çox üzr istəyirəm. Kişi qadın istər kişini vəzir edər, istər rəzil edər. Bir insan öz anası necə davranırsa, həyat yoldaşına da yəni elədir. Yəni necə böyüdübsə ona görə də onu, o həyat yoldaşı da belə davranacaq. Hətta Allaha da münasibətidir. Bəli, Allah. Bilirsiniz, ümumiyyətlə Müşfiq müəllim, müqəddəslə, metafizika ilə bağı qopan insan ümumiyyətlə qopur. Yəni onun ipi qopur. Bu boşanmaların içində bir şey də var ki, indiki gənclər məsələn nuklear ailədə yaşamaq istəyirlər. Qaynana, qaynata, indi qaynata adətən problem olmur, amma qaynana problem ola bilir. Bu da bir qəribə bir dissonansdır. İstəmirlər bir yerdə yaşasınlar. Belə bir şeydir. Böyük ailəni qaldıra bilmir indiki gənclər. Niyə? Çünki o həyata analar hazırlamayıb övladları. Bəli. Mənim çox böyük arzularım ola bilər, çox böyük xəyallarım ola bilər. Amma atalarımız elə belə deməyib, ayağını yorğanına görə uzatmaq məsələsi var. Əgər mənim evlənəcəyim bu insanın limiti bu qədərdirsə, mən hansı azadlığa malikəm, neyniyə bilərəm? Ağıllı övladlarının olmasını istəyirsənsə, ağıllı qadınla evlən. Ağıllı qadın sadəcə atomu parçalayan qadın deyil. Salam əziz Amin izləyiciləri. Bugün yenə iki maraqlı qonaqla görüşünüzə gəlmişik. Qonaqlarımızı öncə sizə təqdim edeyim, sonra mövzuya keçərik. Arzu Bağırova Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri. Xoş gəlmişsiniz bu arada. Və bizim verilişin daimi eksperti Anar Qafarov, fəlsəfə üzrə fəlsəfə doktoru, İlahiyyat İnstitutunun müəllimi, Dinşünaslıq Kafedrasının müdürü. Xoş gəlmişsiniz. Xoş gördük, təşəkkür edirəm. Mövzumuzu elan edeyim. Mövzumuz İslamda qadın hüquqlarıdır. Arzu xanım, sizdən başlayaq. Siz qadın hüquqları sahəsində maarifləndirmə ilə məşğulsunuz. Bizdə bu dəqiqə ən maraqlı sahələr hansılardır ki, qadın hüquqları o sahələrdə geriliyimiz var və onun üzərində işləməyimiz lazımdır. Məsələn, siz ən aktual qadın hüquqları üzrə mübarizənin ən aktual cəbhəsini harda görürsünüz? Mən də sizin çox saylı tamaşaçılarınızı salamlayıram, sizləri də salamlayıram, dəvətin üçün təşəkkür edirəm. Bugün cəmiyyətimizdə çox vacib olan bir mövzudur. Amma biraz fərqli yöndən baxarsaq, bugün Azərbaycan cəmiyyətində, mən bunu böyük dünya miqyasına aid etmirəm, Azərbaycan cəmiyyətində qadın və kişinin hüquqları bərabərdir. Yəni bizim təhsil almaq, istədiyimiz və sevdiyimiz peşədə çalışmaq, dövlət qurumlarında təmsil olmaq, heç bir fərqliliyimiz yoxdur. Biraz başqa yöndən baxarsaq, mən bunu hər zaman belə deyirəm, kişi və qadının məsuliyyəti və öhdəlikləri fərqlidir. Hüquqlarımız bərabər və eyni ola bilər, amma məsuliyyət və öhdəliklərimiz fərqlidir. Bu təbii ki, istər ailədə, istər işdə, istər cəmiyyətin hansı sahəsində qadın və kişi varsa, orada yanaşma bir fərqli olmalıdır. Əgər bugün bu yanaşmadan götürərsək ki, qadın hüquqları Azərbaycanda təzyiq altındadırmı və ya qadın hüquqları müdafiə olunmurmu və ya qadınların səsini çıxarda bilməyəcəyi bir yerlər varsa, mən belə bir sahə adı çəkə bilmərəm. Sözü qüvvət, hətta elə elm təşkilatları var, institutlar var, universitetlər var ki, gedib görürsən ki, qız tələbələrin sayı 60%-dən çoxdur. Eynən. Kafedralara girirsən, müəllimələrin də çoxsu qadındır və o baxımdan bizdə düşünürəm ki, problem... Bir tək təyyarə sürən pilot qadınlarımız yox idi, onlar da artıq var. Onlar da artıq var. Yəni, bugün bizim bir təşkilat olaraq narahat olduğumuz məqam, təbliğat apardığımız sahələr, belə deyim, daha çox bizə müraciət olunan nüanslar ailə quran qadınların boşanma sırasında çıxan problemləridir. Yəni, ən çox biz bunu ilə rastlaşırıq. Bugünə qədər 7 ildir təşkilatımız fəaliyyət göstərir. Qapımızı bir xanım döyüb deməyib ki, mənim çalışdığım yerdə hansısa bir əks cinsin nümayəndəsi ilə hüquqlarım pozulub. Bu anlamda yanaşarsa. Onun maaşı çoxdur, mənimki azdır. Eynən.
Eynən. Yəni bu kimi yanaşmaya götürərsək, yəni cəmiyyətimizdə fərqli sahələrdə var, çatışmayan nüanslar, yolunda getməyən işlər, amma bu yoluna düşməyən bir şeylər deyil. Yəni hətta belə deyim, bizim təşkilatımızın apardığı hansısa bir mütəxəssisin, bir peşəkarın işi ilə bərabər o məsələ çözülə bilir, yoluna qoyula bilir və ya hansısa bir qaynar xəttə zəng çalmaqla və ya hansısa bir müdiriyyətə ərizə ilə müraciət eləməklə o məsələlər çözülə bilən bir məsələlərdir. Yəni bugün bu prizmadan baxarsaq mən deyə bilmərəm qadın hüquqları Azərbaycanda ciddi şəkildə pozulur, ciddi şəkildə təbəqələşmə var, ciddi şəkildə fərqlər var. Bu kimi təşkilat olaraq rastlaşmamışıq problemlərlə. Problemlər var hər halda da. Əlbəttə Nəyin var. üzərində işləyirsiniz məsələn daha Yenə çox? dediyim kimi daha çox işlədiyimiz nüans bizə boşanmalarla bağlı olan xanımlar nə problemlər çıxır? Həyat yoldaşının aliment ödəməməsi üzərinə və ya zamanında buraxdığı boşluqlar və elədiyi səhvlər. Əgər orada hər şey hüquqi vəziyyətdədirsə, təbii ki, yenə dediyim kimi peşəkara və dövlət qurumlarına müraciət etməklə biz o məsələnin həllini tapırıq. Amma bir kiçik nüans keçmək istəyirəm. İslamda qadının rolunu dediniz. Mən ilahiyyatçı deyiləm, amma Tanrımın və ata-babalarımdan mənə miras qoyulan ən doğru şəkildə dinimi yaşamağa çalışan birisiyəm. Və hər zaman da bununla bağlı mənə sual veriləndə, bəlkə mən onun dərinliklərini izah edə bilmərəm, amma belə bir yol çizirəm. Sevgili Məhəmməd Peyğəmbərimizin həyat yoldaşının ondan evli olmadıqdan öncəki statusuna baxılarsa, İslamda qadın rolu götürərsək və ya onun sevimli qızı xanım Fatiməyə Zəhraya, onun həyat yoldaşının ona yanaşmasına, ümumiyyətlə bu kimi buradan yola çıxaraq hər zaman qızlarımıza, məktəbli uşaqlarla görüşlərimizdə deyirəm, bəlkə ərəbcə Quranı oxuya bilmirsiniz, amma mütləq Azərbaycanca tərcüməsini oxuyun. Bəlkə tam anlaya bilməyəcəksiniz, amma oradan o qədər gözəl nəsihətlər özünüz üçün götürəcəksiniz ki, böyüdükcə artıq o sizə anlaşılan şəkildə olacaq. Bəlkə də təhlilini bacaracaqsınız, bəlkə də sonra o istiqamətdə gedəcəksiniz. Bugün İslamda və Azərbaycan cəmiyyətində hər zaman qadının rolu, qadın rol model kimi olub. Qadın bir örnək olub. Yəni örnək qadınlar o qədər çox olub ki, onlar hər zaman qadınlar əksik qalmamışıq o yöndə ki, bu sahədə bizə bir rol model qadın yoxdur. Qədimliyimizdə də Kitab-ı Dədə Qorquda baxanda Kitab-ı Dədə obrazlar yetərli hər zaman qədər ora gəlirdim. Kitab-ı Dədə Qorquda da baxırıqsa, biz qadınlar, örnək qadınları günü bugün də, keçmişdən bu yana da dinimizdə də ən gözəl şəkildə sübutunu görmüşük. İcazənizlə biz Anar müəllimdən bir-iki sualları aydınlaşdıraq. Anar müəllim, İslamda qadın hüququ deyəndə ilk cümlə bu olur adətən ki, İslam qadına çox böyük hüquqlar verib. İstəyirəm həmən anda soruşum ki, nədir kişiyə kiçik hüquqlar verilibdir və ya çox böyük lazım deyil, nə qədər lazımdırsa, yəni hər bir kəsə hüquqlar verib. Gerçəkdən İslamda qadın hüquqları mövzusuna toxunarkən ilk öncə nələrə vurğulayardınız? Xanım çox gözəl bir giriş elədi və mühüm məqamlara toxundu. Danışdıqca mənim zehnimdə belə bir sual formalaşır. Yəni bu sual eyni zamanda dinləyicinin zehnində də bunun haqqında dərin düşünməyə vadar edəcəyini düşünürəm, hesab edirəm. Yəni hüquq deyincə, yəni insanların hüququ onların haqqı ilə bağlı olan bir şeydir. Çünki hüquq bir şeyin həqiqətinə, hüquq, haqq və həqiqət sözləri bir-biri ilə birbaşa həm qohumdur, həm birbaşa əlaqəli. Yəni onların fəlsəfəsi bir-biri ilə insicam içərisindədir. Bir şeyin həqiqətinə olan münasibətimizdən doğur hüquq. Yəni o hüquqlar içərisində biz mənfi davrana bilərik, hüquqa zidd davrana bilərik. O deməkdir ki, o varlığın həqiqətinə uyğun davranmırıq. Məsələn, mənim masa ilə münasibətim, mənim dostumla münasibətim əgər dostluq münasibətinin gərəkdirdiyi prinsiplərə uyğun deyilsə, burada qarşı tərəfin haqqına girmiş oluram. Və ya ümumilikdə dostluğun həqiqətinin hüququna girmiş oluram. Yəni, onun mahiyyətinə uyğun hərəkət etməmiş oluram. Yəni, sözüm ona ki, hüquq, əgər hüquqdan gedirsə söhbət və burada insan faktoru varsa, biz bunu niyə cinslərə ayırırıq? Bax, bu birinci sual. Yəni, bu bəlkə də verilişin gedişatında xanım bu suala öz yanaşmasını ortaya qoyacaq. Bu birinci sualım. İkinci məsələ, İslamda yəni qadına çox böyük hüquq vermiş. İslam ümumiyyətlə, yəni onu ümumi bir konseptual şəkildə oxuduğumuz zaman çıxardığımız nəticə budur. İslam insana böyük hüquqlar verib. Yəni haqq etdiyi hüququ verib.
Hə, haqq etdiyi. Belə bir, bu haqq etdiyi deyəndə nəyə nəzər? Mən qısaca, anlaşılan şəkildə belə deyə bilərəm. Varlıq bir puzzle-dır. Yəni bir yığ, poz şey kimi bir şeydir. Yapboz kimi bir şeydir. Bu yapbozun içərisində insan var, heyvan var, digər canlı aləm var, cansız aləm var. İnsana tanınan haqq və hüquq bu yapbozun ümumi varlığını, mövcudluğuna xidmət edən bir şeydir. Yəni, bütün varlıq içərisində o varlığın mövcudluğunu qorumaq üçün burada insanın dayana biləcəyi yerləri müəyyənləşdirib, davam edə biləcəyi yerləri müəyyənləşdirib. Qısaca belə deyim, məsələn, insan-insan münasibətlərində mənim haqqım və hüququm və azadlığım sizin haqqınızın, hüququnuzun və azadlığınızın başladığı yerdə bitər. Yəni, mənim haqqımın və hüquqlarımın sərhəddi sizin hüquqlarınızın başladığı yerə qədərdir. Eyni şəkildə sizdə də həmçinin. Bu, ümumi bir prinsipdir. Digər tərəfdən, İslamın ümumiyyətlə qadına baxışı və ya kişiyə baxışı, insana baxışını müəyyənləşdirmək üçün metodologiyaya ehtiyacımız var. Bu, biraz daha elmi olacaq, amma bilirsiniz, əslində daha bəsit şəkildə məsələləri anlamaq üçün biraz mürəkkəb məsələlərə, prinsiplərdən xəbərimiz olması lazım. Nədir bu metodologiya? İstər müqəddəs mətnlər, yəni buna hər şey daxildir, Tövrat, İncil, Zəbur, Qurani Kərim, istər müqəddəs mətn, istər ümumiyyətlə tarixi mətnlərə yanaşdığımız zaman o mətnlərin konseptual şərtlərini, amillərini nəzərə almağımız lazımdır. Yəni nədir? Sosial şərtlər, siyasi şərtlər, etnik şərtlər, coğrafi mühit, kultural, məsələn bizdə kult sözü var, kulturologiya var, amma kültür sözünü çox istifadə etmirik. Kültür faktorları da dinin, məsələn, dindən söhbət gedirsə, kutsal mətnindən söhbət gedirsə müqəddəs, onun məzmununu anlamaqda və o məzmuna yanaşmalarda müxtəlif tendensiyaları və konsepsiyaları ortaya çıxarır. Ya bu nə deməkdir? Məsələn, bir hökm enir, bu hökmə yanaşır, ərəb bir fərqli şəkildə yanaşır, öz kultural şərtlərinə görə, onun mental dəyərlərinə görə, bir türk fərqli yanaşır, bir başqa millət daha fərqli yanaşır. Yəni, buradan bu əslində təbii bir şeydir. Niyə görə? Din nədir ümumiyyətlə deyə sual verdiyimiz zaman, din eyni zamanda yuxarıdan aşağı gələn bir şey olduğu kimi, yəni vəhiy Allahdan nazil olur peyğəmbərlərinə, amma eyni zamanda bu tamamən ingilislərin o pure dediyi sırf bir şey deyil. O, insanlığa bəlli olan, amma bəlli bir müddətdən sonra unutduğu şeyləri onlara xatırlatan və eyni zamanda həmin bəşəriyyətin hara ki Tanrı, Allah Taala sözlü müdaxiləsi ilə ora müdaxilə eləyir, yəni müqəddəs kitabları ilə, oranın kültürel şərtləri ilə də yoğrularaq ortaya çıxan bir anlayışdır din. Yəni ənənə də dinin özüdür eyni zamanda. İndi sözüm ona ki, məsələn, bu minvalla, məsələn, ayələrin enmiş olduğu, nazil olmuş olduğu ərəb cəmiyyətində ümumiyyətlə qadına yanaşmalar, yəni dini yanaşmalarla iç-içə girib. Yəni bir sintez formalaşdırır. Amma bu o demək deyil ki, bu tamamilə ərəblərin yanaşmasıdır və ya o kültürün yanaşmasıdır. Allah Taala Qurani Kərimdə məsələn ayətlərinə baxdığımız zaman bu minvalla qadına ümumiyyətlə necə münasibət bəsləyir din? Bax, qısaca bunu deyim. Ontolojik olaraq, konkret, yəni varlıq olaraq qadın necə bir varlıqdır? Bizdə belə bir söhbət var, bilirsiniz, yəni ümumiyyətlə bu çox yaygındır. Qadın kişinin qabırğasından yaradılır və onun ontolojik olaraq bir mahiyyəti yoxdur, varlığı yoxdur. Bu söhbətin özü İslam düşüncəsinə qabırğadır, açıq deyim. Yəni bu qadına münasibət məsələsinə özü bir qabırğadır. Yəni bu yanlış bir yanaşmadır. Mən buna görə də icazəniz olsa bir neçə bununla bağlı konkret ayət deyəcəm. Amma bu ayətlərin sadəcə tərcüməsini deyil, eyni zamanda ərəbcəsindəki qarşılıqları ilə bağlı tərcümələrdə də gedən yanlışlara da diqqət çəkmək istəyirəm. İcazəniz olarsa. Məsələn, bir neçə ayət var, surə var bununla bağlı. Bu surələrdən bəzi ayətlər var. Məsələn, qadının varlıq olaraq, yəni kişinin qabırğasından mı yaradılıb deyə. Bu bilirsiniz, bu Yahudilikdə, yaradılışda var. Amma bir şey də qeyd edeyim. Yaradılış bir neçə bölmələrdən ibarətdir. Məsələn, yaradılışın birinci bölməsində qadının da, kişinin də, ümumiyyətlə, insanlığın Allahın surətində yaradıldığından bəhs edilir Tövratda. Bu nə deməkdir? Zaten ikisi də müqəddəs varlıqdır. Yəni Allahın məxluqudur və ikisi də Allahın qatında eyni səviyyədədir. Və buna bənzər ayətlər Qurani Kərimdə də var. O mənada ki, bu şəkildə deyil. Orada mən biraz sonra qeyd edəcəm. Yəni Allahın surətində yaradılması ilə bağlı, insanlığın Allahın surətində yaradılması ilə bağlı hədislər də var və deyək ki, buradan hərəkətlə deyək ki, insanlığın
Allah qatındakı üstünlüyü ancaq təqva ilə olduğu vurğulanan ayətlər var. Təqva nədir? Allahı görürmüş kimi ibadət etmək. Əl-ihsan hiyə mən ta'budallahi kənnəhə tarahu. İhsan mərtəbəsi ki, hər yerdə Allahı görürmüş kimi ibadət edirsən. İbadət geniş bir anlayışdır. Məsələn, bizim burada söhbətimiz də bir ibadətdir. Yaxşılıq edirsə o da bir ibadətdir. Birinə əl tutursa o da bir ibadətdir. Orada haqqı gör və ya zülmə qarşı çıxırıqsa o da bir ibadətdir. Hər yerdə Allahı, həqiqəti nəzərə alırıq. Ayətdə keçir, çox üzr istəyirəm, biraz uzun oldu. Nisa surəsinin 1-ci ayəsi. Deyir ki, ey insanlar, sizi tək bir candan xərq edən, ondan tayını yaradan, baxın, bu tay sözünü bizdə bəzi tərcümələrdə zövcəsini, sanki qadınını yaradan şəklində keçir. Yəni, sanki kişini yaradır, sonra qadını yaradır. Bir kərə metodoloji dedim az əvvəl, metodologiya, prinsip. Nədir? Ərəbcəsində var. Bismillahirrahmanirrahim, Allahın adıyla. Yə eyyuhənnəs, ey insanlar, demir ey kişilər. Bax, bu çox önemli bir şeydir. Ey insanlar, İttəqu rabbəkumulləzi xaləqəkum min nəfsin vahidətin. Burada diqqət edirəm. Nəfs sözü müənnəsdir. Müənnəs nə deməkdir? Qadın cinsindədir. Müşfiq müəllim, hələ siz qadının, kişinin qavrğasından yaradılma məsələsini bir tərəfə qoyun. Kişinin öz varlığı da müənnəs, yəni qadın cinsi daşıyan bir varlıqdan meydana gəlib. Bugün tibb elmində məlum olur ki, insanın 2 həftəlik ana bətnində insan orada meydana gəlsən, hamımız qadın cinsindəyik. Daha sonra o meyoz bölünməklə ayrılır. Və sonra deyir ki, bu vahidətində müənnəs də gedir, yəni qadın cinsindən. Və xaləqə minhə zəvcəhə. Bu zəvcün sözünün ərəb dilində etimologiyasına baxdığımız zaman bu bir şeyin tayı deməkdir. Bu qadın anlamına gəlmir. Qadın anlamına ünsə sözü gəlir. Ünsə. O da Quran-ı Kərimdə, yəni vəzzəkarun və unsə, onunla bağlı ayətlər var. Məsələn, yenə bir başqa ayətdə qeyd edir. Deyir, ey insanlar, biz sizi erkək və dişidən yaratdıq. Bu da yenə fərqli düşünür. Qadın və kişidən yaratdıq deyə demişlər. Yə eyyuhənnəs, yenədir. İnnə xalaqakum min zəkərin və unsə. Burada zəkərin və unsanın hətta bəzən Adəm və Həvvadandan yaradılmasını da deyirlər, amma bu deyil yəni. Burada əslində yenə Allah Taala mitoz bölünməyə işarə eləyir. Mitoz bölünmə nə deməkdir? Hüceyrələr qametlər şəklində, yəni qametlərdən gedir söhbət, yəni qametlər şəklində bölünür, erkək və dişi olaraq bölünür. Bayaq Arzu xanım bir şeyə toxundunuz ki, ən çox qadın hüquqları ilə bağlı narahatlıqlar bu boşanma prosesləri ilə bağlı olur və biri görürsünüz ki, o kişilər məsuliyyətdən qaçırlar və aliment ödəmək istəmirlər. Bəllidir ki, bu bizim oğlan və qız tərbiyəsində buraxdığımız problemlərdən irəli gəlir. Biz nə tərsə qızlarımızı doğru qız kimi tərbiyə eləmirik və oğlanlarımızı da oğlan kimi tərbiyə eləyə bilmirik. Yəni bir problem yaranıbdır, o ikisini də vurub məhv edib, zədələyibdir. Nəticədə qadınlar ailə şəklində yaşamaq üçün çox əziyyət çəkməli olurlar əvvəlki əsrlərdən. Adaptasiya imkanları çox azalıb əslində, psixoloji adaptasiyası da. Amma oğlanlar da artıq o atalıq, ərlik missiyasını anlamaz olublar sanki. Doğru. Uşağı qoyub qaçmaq nə deməkdir ki? Doğru Müşfiq müəllim. Biraz öncə vurğuladığım kimi məsuliyyət və öhdəlik məsələsidir. Amma mənim də çox narahat olduğum bir nüansdır. Bizə çox savadlı, dünya görüşlü analar lazımdır. Ana nə qədər güclüdürsə, baxın, bugün bəzən bəlkə də məndən inciyəcəklər, psixoloq həmkarlarımız, dostlarımız həddən artıq çoxdur. Uşaqlara bu qədər travma deyib aşılaya olmaz. Uşağa anlatmaq lazımdır. Həyat sənin önünə qızıl sinidə gəlməyəcək, enişdə olacaq, yoxuşda olacaq, yıxılmalar da olacaq. Əvvəllər biz ona dərs deyirdik. İndi adına travma deyirlər. İnanın, o qədər məni narahat edən nüanslar. Çünki bu məsələlərlə çox bağlı oluruq biz. Zamanında informasiyası, məlumatı olmadığına görə heç bir nigah bağlamayan cütlüklər bugün aliment tələb edə bilmir, ev tələb edə bilmir. Söylədiyiniz kimi kişilər o məsuliyyəti və öhdəliyi dərk eləmək istəmir. Bu mənim övladım da hansısa sığınacaqda və ya qapılarda qalmamalıdır. Ona görə də mən bəzən bunun çözümünü çox düşünürəm və hər zaman da deyirəm, bizə güclü analar və güclü övladlar yetişdirən analar lazımdır. Ki, uşaq bilməlidir, yaşadığı dönəmdə ilk öncə övladlarımızı böyüdəndə mən hər zaman deyirəm, 7 yaşına qədər onlar biz valideynlərin əsəridir.
7 yaşdan 17 yaşa qədər isə müəllimlərlə valideynlərin əsəridir mənə görə. 17 yaşda artıq biz onları universitet həyatına hazırlayanda bir qədər formalaşmış, cəmiyyətə rahat belə buraxa biləcəyimiz ağıllı, təfəkkürlü, özünü dərki, özünü şuuru anlamış övladlar böyütməliyik ki, sabah bu evliliyə qədərki dönəmdə o addımı atmamışdan qabaq kör-körənə addımlar atılmasın. Mən burada yenə ayırmıram qız övladı və ya oğlan övladı. Ümumiyyətlə, ilk növbədə güclü övladlar böyütmək lazımdır. Siz bir şəxsiyyətsiniz. Hər bir şeylə rastlaşa bilərsiniz bu həyatda. Hansısa bir haqsızlığı görə bilərsiniz, buna görə yıxılmamalısınız. Bəzən mənə sual verirlər, ağıllı qadın, güclü qadın deyirsiniz, bunun açmasını necə görürsünüz? Mən deyirəm, mənə görə ağıllı və güclü qadın problemi dərd etməyən qadındır. Onun çözümünü, həllini tapa bilən, bu an üçün yox, 5 il sonra üçün, 10 il sonra üçün görə bilən müdrik qadın deməkdir. Yəni, bugün bu problemi yaşadım, artıq bitdim, dünya bitib mənim üçün, hər bir şeyin sonudur deyib, o biraz qayıtdığım travma şeyini yaşatmaq deyil bu həyat. Ümidsizliyə qapılmamalıdır. Bu həyatı övladlarımıza o cürə anlada bilmərik. Bəlkə də bilmirəm, kimdənsə var belə bir istisnalar ki, hər şey güllük, gülistanlıqdır həyatında. Bu yaşa qədər mən görməmişəm belə bir şey. Olmur belə bir şeylər. Yəni, bugün mən özüm də 4 övlad anasıyam. Övladlarımı böyüdəndə mütləq bildirirəm. İşinizdə bir haqsızlıq görə biləcəksiniz. Hansısa bir ədalətsizliklə rastlaşa biləcəksiniz. Amma ilk öncə ədalət nədir sözünü övladıma öyrədəndə öz mənafevi içinə qoymadan verdiyin qərardır ədalət. Özünü düşünmədən empati hissi quraraq qarşındakına doğru yanaşmalısan. Bu biraz da həqiqət anlamını bəlkə də körpə yaşından uşaqlarımıza öyrədə bilmirik, amma müəyyən yaşda mütləq bunu analar öyrətməlidir övladlarına. Ona görə də bu problemlərlə çox yanaşırıq. Baxın, gəlirlər bizə, sığınacaqlara yerləşdiririk, evdən atılıblar, nə nikah müqaviləsi var, nə heç bir şey yox. Ay bala, bunu bilmirdin evlənəndə? Yox. Anan da bilmirdi. Demək, məsələnin biraz kökünə enilmək lazımdır. Dini kəbindən evləniblər. Belə bir şeylər, yəni. Bu kimi hadisələrlə çox rastlaşırıq və oğlanlarla, bəylərlə görüşdüyümüz zaman çox rahatlıqla, sanki o onun məsuliyyəti və öhdəliyi deyil, o övladı dünyaya gətirməmişdən öncə düşünmüşdünmü ki, onun da bir sən valideyn olaraq üzərində hüquqları var. Öhdəliyin var, onu böyütmək, onu bu cəmiyyətə faydalı bir insan kimi təqdim etmək. Çox təəssüf çox rastlaşırıq belə şeylərlə və kökünə vardığında da görürük ki, problemlər ən çox da analardan gəlir. Çox təəssüf, bəzən olur, o ana özünə belə haqq qazandırır. Evdə şiddət görürdüm, baxmırdı kişi, işləməyə gedirdim falan. İnanın, bunlara mən bəzən haqq qazandırmıram. Mən düşünürəm ki, ailənin davamlılığını, bu övladı dünyaya gətirmişəmsə, bunu cəmiyyətə qazandırmalıyamsa, mən ananın öhdəliyidir. Hər zaman yanaşmam belə olub. Yenə dediyim kimi, atanın da bir məsuliyyəti və öhdəliyi var və bunu dərk eləməlidir. Əgər bunu belə düşünsək ki, o tərbiyəni, o yanaşmanı, o cəmiyyətə hazırlılığı nə qədər ata verməlidirsə, mənə elə gəlir ki, 2 qat ana verməlidir. Burada sizlə razıyam. Çünki Engels'in bir məşhur kitabı vardı, ailə mənşəyi haqqında. O orada belə verir ki, güya bu nikah institutu əsasən kişinin yaratdığıdır və kişinin mülkiyyət hissinə uyğundur və s. bunun davamıdır. Amma mənə elə görünməyib heç vaxt. Mənə bir şey elə görünüb ki, bu nikah institutu qadının yaratdığıdır. Təbii, mən də elə düşünürəm bir mənalı şəkildə. Və qadın bitəndə, artıq bu nikahı davam etmək istəməyəndə ailə orada dayanır. Doğru. Kişi bir şey yapa bilmir. Və əslində Müşfiq müəllim, çox aktual məsələlərə toxunursunuz. Yəni əslində elə yaxşı kişini də, yaxşı insanı da, belə kişi xeylağını da böyüdən qadındır da, çox anadır. Çox üzr istəyirəm. Ona görə də qadın istər kişini vəzir edər, istər rəzil edər. Yəni bu elə belə biraz söz deyil. Bu cürə də yanaşmamız olmalıdır bu cəmiyyətdə. Bəli. Burada əslində kişini sadəcə, yəni bir oğlan uşağını fiziki olaraq böyütməkdən getmir söhbət. O fiziki olaraq ona süd verir və halbuki bugün o süd vermə məsələsi də böyük bir problemdir. Yəni müəyyən estetik məsələlərə görə çox dərinə getmək istəmirəm, amma yəni bu ciddi bir problem.
deyirlər. Hə, düzdür. Bunu da yenə hüquq müstəvisində deyirlər ki, hüququmdur, mən verməyə bilərəm, yəni süd verməyə bilərəm uşaqlara, amma əsaslanırlar. Yəni İslamda da əsaslanır, amma İslamda düzdür. İslamda bunun müxtəlif səbəbləri olub. Yəni bu İslamda dediyim şey, yəni ənənə olaraq İslam dedi, İslam coğrafiyasında, ərəb ənənəsində belə bir şey vardı. Bu türk ənənəsində də olub, amma yayğın olmayıb, geniş vüsət almayıb. Bugün bu geniş vüsət, məsələn, problemlərdən biri budur, geniş vüsət alıb cəmiyyətdə. Bu yanlış bir şeydir. Çünki süd vermək sadəcə qidalandırmaq deyil. Onunla genetik şifrələr köçür, övlada əlaqə yaranır. Övlad eyni zamanda ana ilə əlaqə yaradır sevgi bağında. Amma bu sevgi bağı insana qarşı da sevgini özündə bir potensiya halında ehtiva eləyir. Yəni, məsələn, bir qadına